Sizin avtomobilinizdən mühərriklə atmosferə atılan dəm qazının miqdarı xüsusi texniki vasitə ilə yoxlanıldı, müəyyən edilmiş standartlara uyğundur. Biz sizə təşəkkürümüzü bildiririk və mütləq şəkildə də nəqliyyat vasitəsinin sazlığını diqqət mərkəzində saxlamağınızı da xahiş edirik. Yolunuz açıq olsun, diqqətli olun, qaydalara riayət edin. Təşəkkür edirik. Deməli, sizin nəqliyyat vasitəsinin mühərriyi ilə atmosferə atılan dəm qazının miqdarı xüsusi texniki vasitə ilə yoxlanıldı. Cüzi miqdarda normadan artıqdır. Bu dəfə sizə xəbərdarlıq edirik, amma növbət dəfə mütləq şəkildə bu məsələ ilə bağlı diqqətdə saxlayın və nəqliyyat vasitənizin mühərriyinin sazlığını təmin edin. Yolunuz açıq olsun, diqqətli olun. Sağ olun. Hal-hazırda nəqliyyat vasitəsindən atmosferə atılan zərərli qazların miqdarının ölçülməsi ilə bağlı tədbirlər keçirilir. Zəhmət olmasın, nəqliyyat vasitəsindən bir yerdə bu tədbiri həyata keçirdik. Hörmətli sürücü, sizin nəqliyyat vasitənizin mühərriyi ilə atmosferə atılan dəm qazının miqdarı xüsusi texniki vasitə ilə yoxlanıldı və normadan artıq olduğu üçün bu artıq riski inzibati məsuliyyət yaranır. Belə olan halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən barənizdə inzibati protokol tərtib olunacaq. Bilirsiniz ki, bütün dünyada, o cümlədən də Azərbaycan NOx bir konvensiya var, ona qoşulub. O atmosferə atılan tullantıların miqdarına görədir. Ona görə bəzi dövlətlərdə texniki baxışdan keçə bilməyən maşınlar istismara yararsız kimi sayılır. Mən də bu konvensiyadan çox məlumatlıyam, çünki xarici ölkələrə işləmişəm həmişə. Bəs bu reydlərin keçirilməsinə necə baxırsınız? Bəli, çox düzgün sayıram, çünki nəyə görə? Atmosferə atılan tullantılara görə, nəzarət sistemin həyatına keçirilməsinə görə bu sahədə müfəttişlərə dərin minnətdarlığımı bildirirəm. Çünki ola bilər ki, maşınların bəziləri standartlara uyğun deyil. İnsanların sağlamlığının təmin olunması üçün ilk, əsas, mühüm atılan addımlardan biridir. Bildiyiniz kimi, aprel ayının 25-dən başlayaraq Respublika ərazisində təmiz hava aylığına start verilib və bugün Bakı Dövlət Yol Polisləri əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı nəqliyyat vasitələri saxlanıldı. Onların mühərriyi ilə atmosferə atılan dəm qazının miqdarı xüsusi texniki vasitələrlə yoxlanıldı. Eyni zamanda sürücülərlə də profilaktik söhbətlər aparıldı, hansı ki, mütəxəssislərin iştirakı ilə ümumilikdə belə tədbirlərin keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin ətraf mühitə, eyni zamanda insan sağlamlığına vurduğu zərərin qarşısının alınmasıdır. Elə yaratdığımız fürsətdən istifadə edərək bir daha sürücülərdən xahiş edirik ki, hansı ki, idarə etdikləri nəqliyyat vasitələrinin sazlığını mütləq şəkildə təmin etsinlər. Çünki dəfələrlə edilən xəbərdarlara baxmayaraq bugün təəssüflər olsun ki, yenə də nasaz halda nəqliyyat vasitələrini idarə edən sürücülər var. Bu nasazlıq yollarda, hərəkətin intensiv olduğu yollarda sıxlıqların yaranmasına, bəzi hallarda isə yol nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır. Təmiz hava aylığının keçirilməsi əsasən ətraf mühitin qorunmasına, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasına diqqəti yönləndirməkdir. Sürücülər bunun məsuliyyətini dərk etməlidirlər. Çünki ətraf mühitin qorunması hər birimiz üçün vacibdir. İnsan sağlamlığına söhbət gedir. O nəqliyyat vasitələri nə qədər çox istismar olunursa, o yəni nasaz vəziyyətdə, elə sürücünün və yaxud da onun elə ailə üzvlərinin özünə zərərdir. Çünki həyətdə, evində, maşın saxlayanda da o zəhər onun qanına hopur. Burada gördüyünüz kimi əsas diqqət cərimələnməyə yönlənmədir, maariflənmədir və bu tədbirin də hər iki nazirlik arasında birgə keçirilməsinin əsas məqsədi sürücüləri maarifləndirməkdir ki, avtomobili saz vəziyyətdə saxlasınlar. Təəssüf ki, göstəricilər artıq çıxır. Əvvəlki tədbirlərdə biz daha yaxşı nəticələr görmüşdük. Eyni zamanda düşünürəm ki, Azərbaycanda yanacaq sisteminə də ciddi nəzarət olunmalıdır. Sürücülərin də etirazlarından görünür ki, əsas problem
yanacağın keyfiyyəti ilə bağlıdır. Nə qədər texniki qulluq göstərilsə də bəzən keyfiyyətsiz yanacaq və yaxud da yanacağa müxtəlif qatqıların qatılması sürücüləri çox çətin vəziyyətdə qoyur. Aidiyyəti qurumlardan xahişim budur ki, bu məsələyə diqqət yetirsinlər. Yanacaq doldurma məntəqələri vaxtında yoxlanılmalıdır. Yəni avtomobillər necə yoxlanılırsa, o yanacaq doldurma məntəqələri də o cür yoxlanılmalıdır ki, baxaq görək bizə zəhəri onlar satır, yoxsa sürücülər maşına vaxtında qulluq eləmirlər deyə belə bir vəziyyət çıxır ortalığa.